baxın, bax, diqqət elə, get sür, həşdə zəvədir. Davam elə. Nizamlayıcının siqnalı idi, biraz gec başladım çəkişləməyə. Nizamlayıcının beyaz qurdun arxa hissəsi biz tərəfə idi, kürəyini görürdük. Bu demək ki, nizamlayıcının biz tərəfdən gələnlər, yəni arxa tərəfdən gözləm bu keçsin, yox, tıxazdır, biz qalacaq orada. Getindi qarşıya. Sağını yandır, get yavaş-yavaş. Əgər biz nizamlayıcının arxa və ya sinə tərəfindən gəlirsə, bu deməkdir ki, bizə hərəkət qadağandır. Get ora, ay yaşa. Tələsmə indi, qətiyyən. Qoy keçsin, eyb yox, heç olmaz. Tələsməyək. Bu zaman nizamlayıcının sağından və sonundan gələnlərə hərəkət cəza verilir. Ümumiyyətlə, yadında belə saxla. Nizamlayıcının ön və arxa tərəfindən gəliriksə, bu zaman bizə hərəkət qadağandır. Oldu mu? İndi çox güclü bir tıxaza düşmüşük. Hal-hazırda Şəhidlər Xiyabanının yanından keçirik. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin inşallah, amin. Üzü şəhərə doğru gedirik. Azent dairəsinə doğru. Oradan sahil metrosu, 28 may və s. o əraziyə sürəcəyik. Amma tıxaza düşdük. Tıxazı ilə eləməlisən, diqqətli olmalısan. Ara məsafəsini düzgün seçməlisən. Tələsmə. Bax, maşınlar düzgün mövqə tutmuyor, bilirəm, mən də bilirəm. Ona görə də sən ehtiyatını saxla. Bəli, siz öz xəttinizdən gedin. Fikir verməyin, siqnala falan. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.